Salam, xoş gördük dostlar. 20 aprel 2026-cı il Kiyev şəhərində saat 15:00-dır. Növbəti hücumlar davam edir, amma göstərmək istəyirəm ki, görürsünüz, heç bir həyəcan, heç bir qorxu, kiminsə gizlənməsi, kiminsə harasa qaçması, özünüz Allah şahidiniz. Şəhər öz adəti ilə davam edir. Birazdan efirdə görüşəcəyik, özünüz də görəsiniz. Yəni nə qədər Ukrayna silahlı qüvvələri, o cümlədən Krımda, cənub istiqamətində, Zaporojye, Dnepropetrovsk vilayətlərinin demək birləşdiyi yerdə əməliyyatlarla bağlı sizə məlumatlar çatdırılacaq. O cümlədən İran İslam Respublikasının prezidenti hörmətli doktor Məsud Pezeşkiyanın sülh təklifləri ilə bağlı danışarıq. Yəni bu da bizim üçün vacibdir. Amma əsas məsələ onu göstərmək istəyirəm ki, yəni görəsiniz ki, Kiyevdə hər hansı bir həyəcan siqnalı çalınır, amma biri çiçək satır, biri çiçək alır, biri ilə görüşə gedir. Hər kəs öz işi ilə məşğuldur. Çünki biz özümüzü artıq qorunmuş hesab edirik. Düzdür. Olur bəzən, amma o da saydan çoxdan asılıdır, çox olmağından asılıdır zərbələrin. Əlbəttə ki, olur ki, bəzən bir neçə onlarla, hətta yüzlərlə atılan raketdən yaxud dronlardan hansısa məqsədinə çatır. Amma bütövlükdə insanlar bununla bağlı, belə deyirlər, necə deyim, qayğılı deyirlər. Bax belə, yəni bunu istədim ki, görəsiniz, öz adəti ilə, bax, körpə uşaqla gəzən hər kəs, heç kəsdən gizlənməklə bir filan bir məsələ, anlayış yoxdur. İnşallah birazdan görüşəcəyik.